يا مقلب القلوب والأبصار يا مدبر الليل والنهار يا محول الحول والأحوال حول حالنا إلى أحسن الحال. Bu dua Novruz bayramında adətən oxunur. İl dəyişəndə, el arasında desək, il təhvil olunanda oxunur. Mənası budur ki, Ya muqallibəl qulubi vəl əbsar, ey qəlbləri və bəsirətləri, gözləri, baxışları dəyişən Allah. Ya mudabbirəl leyli və nəhər, ey gecələri, gündüzləri dəyişən Allah, idarə edən Allah. Ya muhavviləl havli vəl əhval, ey halətləri, əhvalı dəyişən Allah. Havvil halənə ilə əhsənil hal, bizim bu mövcud halımızı ən gözəl hala dəyiş, ən gözəl hala çevir. Niyə bəs il dəyişəndə bunu oxumaq tövsiyə olunur? Ona görə ki, il dəyişəndə insanlar bayram edirlər. Həzrəti Əli əleyhissalatu vəssalam da buyurur, bəndə o vaxt bayram edər ki, onun günahı olmasın. Hansı gün bəndə günah etmirsə, həmin gün onun bayramıdır. Yəni, dəyişilmə baş verib. İl dəyişəndə bayram etmək olmazmı? Niyə olmaz? Olar, çox gözəldir, çox əladır. Yeni il olsun, Novruz bayramı olsun. Gözəldir. İnsanlar sevinir, insanlarda ruhu yüksəklik yaranır. Amma buna biraz dərindən də baxmaq məsləhətdir. İlin dəyişməsi, təqvimin dəyişməsi təbiətdəki dəyişiklikdir. Yəni, indi 300 neçə günsə keçib, növbəti gün gəlir, növbəti saat gəlir. O dəyişiklik təbiətdə baş verir. Bəs bizim dəyişikliyimiz necə? Yəni, bizim bayramımız niyə hər il formalite olmalıdır? Formal olmalıdır, şərti olmalıdır. Bayramdır deyə olmalıdır. Biz niyə dəyişməyək? Bizim niyə həyatımızdakı qış bahara çevrilməsin? Bu dua, yəni, ey hər şeyi dəyişə bilən Allah, mənim də halımı dəyiş. Niyə görə bu gün də tövsiyə olunur? Yəni, əgər biz dəyişmişiksə, bizim üçün yeni ildir. Yoxsa elə köhnə ilin təkrarıdır. Keçənki ilin təkrarıdır. Çox müdrik bir kəlamda deyilir ki, bəziləri 90 il yaşayır, bəziləri isə eyni ili 90 dəfə təkrar edir. Biz dəyişilsək bizim bayramımız olacaq, əsl bayramımız. Bu el bayramı heç öz yerində olsun, olmalıdır da. Amma nə yaxşı olar ki, insan müdrik olsun və fikirləşsin ki, mən qəzəbdən mehribanlığa, təmkinə dəyişim, şəhvətdən iffətə dəyişim, pislikdən yaxşılığa dəyişim, imansızlıqdan imana dəyişim, kobudluqdan mədəniyyətə dəyişim, qaraqabaq olmaqdan gülümsər olmağa dəyişim, təbəssümlü olmağa dəyişim, xoşəxlaq olmağa dəyişim, ümidsizlikdən ümidə dəyişim və beləliklə mənim vücudumun bayramı olsun. Mən təbiət bayramını qeyd etməyim. Mən həm də öz vücudumun təbiətinin bayramını qeyd edim.